Hər birini salamlayıram. Bu video izahımızda birinci qrup riyaziyyat 20 variant sınaq imtahanı kitabçasından test 1-nin gəlin izahlarına baxaq. Birinci sualda nə deyilir? AD və AY uyğun çevrələr üçün kəsən AT hər iki çevrə üçün ortaq toxunandır. AB 6, BC 2 olarsa, CD 4 olarsa DY-ni tapın. DY olsun K. Birinci balancı çevrə üçün yazaram ki, toxunan və kəsənin xassəsinə görə AT-nin kvadratı bərabərdir. AC vurulsun AD. O da beraber AC'nin uzunluğu 8'dir. AD'nin uzunluğu ise neçə olur bəs? 12. Vurulsun 12. Buradan AT'nin kvadrat beraberdir. 96 almış oluruq. Bu belə. İndi böyük çevrə üçün yazarıq ki, yəni AT'nin kvadrat beraberdir. AB vurulsun AY. 96 beraber AB'nin uzunluğu 6'dır. AY'nin uzunluğu ise 12 plus K. Buradan da K da beraberdir. 4 almış oluruq. Doğru cevap olur 1 Y variantı. İkinci sual. Sual 2. Baxaq. 3'də 2 hissəsilə 7'də 3 hissəsinin fərqi. Yəni 3'də 2K minus 7'də 3K bərabərdir 10. Hər tərəfi 21'ə vursam 14K minus 9K bərabər 10 vurulsun 21. 5K bərabərdir 10 vuraq 21. İxtisar gedir 2 qalır. K bərabərdir 42. K 42 deyir. Deməli ədədimiz 42'dir. Düzdür. Bunun da deyir 6'da 5 hissəsini tapın. 42'ni vuraram 6'da 5'ə. İxtisar gedir 7, 7 dəfə 5'in 35. Doğru cavab olur 2Y variantı. Üçüncü sual. Hasilinin ən kiçik qiymətini tapın. Tapaq. Sual 3. Deməli biz bunu açsaq 200 üstə gələk 10'a, üstə gələk B, üstə gələk 100, üstə gələk 10B, üstə gələk A. Bərabər 27 vurulsun A plus B plus 4 kimi. 200'ün üstə 100 gəlsəm 300. Üstə gələk 11A, üstə gələk 11B. Deməli, burada mən 11'i çıxarda bilərəm. Ortaq vuruq kimi A plus B bərabərdir. 27 vurulsun A plus B plus 4. Bəlkə bunu açım. 300 üstə gələk 11A, üstə gələk 11B bərabərdir. 27A üstə gələk 27B, üstə gələk 108. 27'dən 11 çıxaram 16A, üstə gələk 16B bərabərdir. 300'dən 108 çıxaram. 192. Buradan A plus B bərabərdir. 192 görə 16'ya bölünürmü? Bir dəfə çıxıram. 16, bəli. 12 düşür. A plus B bərabər cəmi 12'yə bərabərdir. Hasilin ən kiçik qiymətini tapın deyir. Deməli, hasilləri A və B təbii ki, rəqəmlərdir burada. Təbii ki, A və B. İndi baxaq. 2 və 10 ola bilməz. 3 və 9 olar. 9 dəfə üçün 27. Düzdür. 4 və 8 olar. 8 dəfə 4'ün 32. 5 və 7 olar. 7 dəfə 5'in 35. 6 və 6 olar. 6 dəfə 6'ın 36. Ümumiyyətlə, hasilin ən kiçik qiymətini soruşursam, bunlar bir-birlərini olduqca, belə deyim, ən uzaq rəqəmlər olmalı. Yəni 3 və 9, hasilin ən kiçik qiyməti 27, doğru cavab olur 3C variantı. Dördüncü suala baxaq. Deməli, A B-yə paraleldir. AD-nin uzunluğu bərabərdir DY-nin uzunluğuna. AD-nin uzunluğu DY-nin uzunluğuna bərabər. O da bərabər SY-yə. Üçü də bir-birinə bərabər deyir. BAD bucağı 57 dərəcədir. 57 dərəcə olarsa ADY bucağını tapın deyir. Onda mən bura hər hansı bir, tutaq ki, bura alfa olsa, bu da bir alfa olur. Nəyə görə? Çünki bərabər yanı 3 bucağın oturacağına pişik bucaqlar bərabər olur. 3 bucağın 2 daxili bucağın cəmi onlara qonşu olmayan bucağına bərabər olur. 2 alfa. Yenə burada bərabərlən yanlı 7A3 bucağı gördüyümüzə görə deməli YAD bucağı da 2 alfaya bərabər olmuş olur. Və nə bilirik buradan? Bilirik ki, alfa ilə alfa üstə gələk. Deməli 2 alfa plus 57 daxili bir tərəfli bucaqlar olduğuna görə cəmləri 180'ə bərabərdir. 3 alfa bərabərdir 123. Alfa da bərabər 41. AD'ni soruşur. ADY. Deməli 2 alfa neçə olur o zaman? 2 alfanı tapsam olur 82. 82'nin üzərinə 80 gələrəm. 164. Düzdür. 180'dən də 164 çıxaram. Bərabər 16. Doğru cavab olur. Bax, bu bucağı soruşur. 16 dərəcə. 4 doğru cavab oldu. B variantı. 5-ci sual. A və B müsbət həqiqət ədədləri üçün AB hasili 36'ya bərabərdir. Aha. Sonra deməli A vurulsun B bərabərdir 36. 5-ci sualda hansı ifadələr həmişə doğrudur? A plus B cəminin ən kiçik qiyməti 12 olar. Cəmin ən kiçik qiyməti. Burada A fərqlidir B bizə demədiyi üçün və həqiqət ədədləri olduğu verilir. Bəli, ən kiçik qiymət 12 olar. Tamamilə doğrudur.
Sonra alfa irrasional ədəd olarsa beta irrasional olmalıdır. Bəli, ikisi də irrasional olmalıdır ki, irrasional vuranda rasional olsun, yəni kök altı ifadə. Alfa irrasional olsa beta irrasional ola bilər. Xeyr, mümkün deyil. Üçlər mümkün deyil. Ona görə doğru cavab olur 5C variantı. 6-cı sual, sual 6. ABC vahiddən fərqli natural ədədlərdir. Aha. Sual 6. Deməli, AB bərabər 51. Sonra BC bərabər 221 olarsa 2A üstə gərək 3B minus C bərabərdir. Bu ifadənin qiymətini tapın. AB hasilləri 51-ə bərabər olan ədəd, məsələn 51 və 1 ola bilər. Vahiddən fərqli amma 1 götürə bilmirik. 3 və 17 ola bilər. 221 görək 3-ə bölünmür. 17-yə bölünürmü? Bir dəfə çıxıram 17. 51-də 17 13 düşür. Bu şəkildə. Deməli C oldu 13. Düzdürmü? B oldu 17. Bu oldu 17. A da oldu 3. İndi bizdən nə soruşur? 2A. Yəni 2 vuraq 3. Üstə gələk 3 vuraq 17. Minus C. Minus 13. Bərabər 6 üstə gələk 51 minus 13. 57 minus 13 bərabərdir 4. 44. Doğru cavab oldu 6B variantı. 7-ci sual. AD parçası üzərində B və C nöqtələri qeyd edilmişdir. AB'nin BC'ye, onun da CD'ye olan nisbəti. Deməli, buraya yazarım 2K, 3K, 5K. AB və CD parçalarının orta nöqtələr arasındakı məsafə AB və CD. Deməli, ortası olur 1K, bura 3K, bu da oldu 2.5K. Cəmləsəm 2.5, bu da 4, 6.5. Yazaram ki 6.5K, 6.5K bərabərdir 26, K da bərabərdir 4. K'nı 4 tapdıq. AD parçasının uzunluğunu soruşur. Ümumi neçə K olmuşdu? 5, 8, 10. 10K bərabər 10 vuraq 4 bərabər 40. Doğru cavab olur 7C variantı. Sual 8. Eni 48, uzunluğu 56 olan düzbucaqlı torpaq sahəsinin eni 48, uzunluğu 56'dır. Perimetr boyunca bütün üçüncülüklərə daxil olmaqla aralarındakı məsafə bərabər olan işıq dirəkləri bastırılmalıdır. Deməli, qonşu dirəklər arasında məsafə ən böyük olmaqla neçə dirək lazımdır? Deməli, mən bunların əbobunu taparam. Əbob 48, 56 ki, məsafələr ən böyük olsun. Hər biri 8-ə bölünsə 8 vurulsun. Əbob, burada qaldı 6, burada qaldı 7, bərabər 8. 48-i 8-ə bölərəm. Düşür 6. 56-ı 8-ə bölərəm 7. Deməli, indi bunları cəmləyərəm. 7 plus 7 plus 6 plus 6 bərabərdir 26. 14, 20, bax 13, 20, 26. Bəli, doğru cavab olur 8D variantı. 9-cu sual. Mərkəzə O nöqtəsində olan çevrədə ABC daxili bucaq 130 dərəcədir. Bu oldu 130 dərəcə, onda söykəndiyi qövs 260 dərəcə. 260-dırsa o zaman 360-dan 260 çıxaram. Həmən bu qövs olur, ABC qövs oldu 100 dərəcə. Onda ABC qövsünün uzunluğunu tapın. Radius 9'dur. Tamam, tapaq. Qövsün uzunluğu L bərabərdir. 2 pi R vurulsun alfa bölək 360 düsturuyla hesablanır. 2 pi vurulsun. R'miz 9'dur. Alfamız deməli 100 dərəcədir. Bölürəm 360'a. 18 ixtisar verir 20. 120'ye bölsəm 5. O da bərabər 5 pi. Doğru cavab oldu 9D variantı. 10-cu sual. Sual 10. İfadəni sadələşdirin. Sadələşdirək. Bir dəqiqə. A sıfırdan kiçikdir. A mənfidir. BC isə müsbətdir və ən böyük C'dir. A minus B bizə mənfi verir. C minus B müsbətdir. C minus A yenə də müsbətdir. İndi gəlin açaq bunu. Yazaram ki, buradan nə? Mənfi olduğuna görə B minus A üstə gələk C minus B minus C plus A. Deməli, müsbət mənfi A'lar, müsbət mənfi B'lər, müsbət mənfi C'lər getdi, qaldı 0. Doğru cavab oldu 10D variantı. 11-ci sual. Bir dəqiqə, 11-ci sual. İfadəsinin qiymətini hesablayın. Birinci mötərizənin içini. Bu bizə 6'da 4 verir, düzdür. 7,6'da 4'dən 1,6'da 5 çıxarıq. 4'dən 5 çıxa bilmirik deyə necə yazarım? 6,6'da 10 çıxaq 1,6'da 5 bərabər 5,6'da 4. Yəni 5 tam 3'də 2. Yəni 3'də 17. 3'də 17. Tapmış olduq. Bura oldu neçə? 3'də 17. 3 tam 99'da 45'dən. Düzdür. Bunu da 9'a bölsəm 3 tam 11'də 5'dən çıxıram. 3 tam 11'də 2.
Tamları getdi, 11-də 3 qaldı. Deməli 3-də 17-ni vururam, 11-də 3-ə 3-lər getdi, qaldı 11-də 17. Sürət qaldı əlimizdə 11-də 17. Keçək indi məxrəci hesablayaq. Bu tipdə məsələlər çalışın hissə hesablayın. 2 tam 44'te 4'e vurdum 12 minus 2 tam 44'te 7. 2'ler gitti kaldı 44'te 5. 44'te 5. Bir dakika bunu yazaq. 6'da 4 ise bu kalır 6 tam 6'da 10. Ondan da 5 çıxanda 5 tam 6'da 5. Yani 6'da 35. Düzdürmü? Burada ne kalmıştı? 11'de deməli 3 kalmıştı. İxtisar getdi 2. Hə, sürətdə qaldı 22'de 35. İndi 22'de 35'i bölərik. 22'de 35'i vuraram. 5'te 44'de. Burada 7 kalır. Burada kaldı ki 7 dəfə 2 14. Doğru cavab olur 11 D variantı. Sual 12. Mərkəzi O nöqtəsində olan çevrədə AB, CD, AB, AC və D toxunanlardır. Üçbucağın perimetri, AD'yi üçbucağın perimetri 24'tür. DF'in uzunluğu 3'türsə, onda BD'nin də uzunluğu 3'tür. AC'nin uzunluğunu tapın. Deməli bu zaman F'ye də S'ye bərabər bir Y olsun. Bunun uzunluğu 3'tür. Əgər bura A'dırsa, deməli toxunanlar bərabərdir. Xaricdən çəkilmiş, xaricdəki nöqtədən çevrəyə çəkilmiş iki toxunan çəkilə bilər və ikisi də bərabərdir. Əgər bu uzunluq A plus 3'ə bərabərsə, onda AC'nin uzunluğu A plus 3'ə bərabər. Onda buranın payına qaldı A plus 3 minus Y. Bu üçbucağın perimetri 24'dür. Yəni 3 üstə gələk Y, üstə gələk A, üstə gələk A, üstə gələk 3 minus Y bərabər 24. Müsbət mənfi Y-lər gedir. 6 üstə gələk 2A bərabər 24, 2A bərabər 18, A bərabər 9. 9 ise 9 ise 3 gəlsəm 12. Deməli AB ilə AC-yə bərabərdir. Doğru cavab oldu 12. 13-cü sual. Kök altından 1 minus 5 ədədinin kəsr hissəsini tapın. Kök altından 1 minus 5'in birinci mən tam hissəsini tapmalıyam. 3 tamamda 5 kimi götürsək bərabərdir. Mənfi 1 tamamda 5. Tam hissəsi mənfi 2. Kəsr hissəni tapmaq üçün ədədin özündən kök altından 11 minus 5'dən tam hissəni çıxmaq lazım. Yəni kök altında 11 minus 3. Doğru cavab olur 13 A variantı. Sual 14. Kəsirlərdən sonlu onluq kəsir şəklində göstərilə bilən kəsirlərin sayı. Məxrəc 2 və 5'in hasillərindən ibarət olmalı. 32'də 5 olar. Bu 5'də 1 qalır. İxtisar gedir. 5'də 1 qalır. Olar. 18 olmaz. 12 olmaz. 128 bəli 2 misillərdir. Olar. 96 9'a baxın. 3'ə ixtisar gedir. 32'də 3 olar. Bu da olar. Deməli sonlu onluq kəsir şəklində göstərə bilən kəsirlərin sayı 4 ədəddir. Sonlu onluq kəsir şəklində göstərə bilməyən kəsirlərin sayında bu da 2'dir. Neçə dəfə azdır. Deməli mən 4'ü bölərəm 2'yə bərabər 2 dəfə. Doğru cavab olur 14 B variantı. Davam edək 15-ci sual. 100 müxtəlif həqiqi ədədin cəmi S-dir. Bu ədədlərin hər birini 3 vaid azaldıb 4'ə vurduqda alınan ədədlərin cəmini S-li ifadə edin. Edək. Deməli hər birini deyir 3 vaid azaltsam 100'ü vuraram 3'ə. Deməli bu 300 vaid azaldı. S 300 vaid azaldı və 4'ə vuruldu. Doğru cavab olur 15 B variantı. Sual 16. 16. AB vətəri BC vətərinə kongruentdir. Yəni bərabər. Bərabər sonunda bunların söykəndiyi qövslər də bərabərdir. AMB 2x plus 35'dir. Düzdürmü? BMC 6x minus 85'dir. Deməli yazaraq buradan 2x plus 35 bərabər 6x minus 85. 4x bərabər 120, x bərabər 30. 30 ise 30'u vuraram 2'yə 60, üstüne 35 gəlirəm 95 dərəcə. Bu da 95 dərəcə. 95 ise 95 gəlsəm neçə eləyir? 190. 360'dan 190 çıxaram 0, 70, 170 dərəcə. Doğru cavab oldu. Çünki çevrə tam 360 dərəcədir. 16 C variantı. Sual 17. A ədədi C ədədinin 8'də 3 hissəsinə, C ədədi B ədədinin 12'də 5 hissəsinə bərabər olarsa, A ədədi B-nin hansı hissəsi var? A ədədi C-nin C bərabər 8 olsun. Tutaq ki. C bərabərdir. Ümumiyyətlə buradan başlayayım. C ədədi B ədədinin 12. B-yə bir 12 desəm, bax B bərabər 12 olsa, düzdürmü? Onda C bərabər olur. 12 vurulsun 12'də 5. O da bərabər 5. C oldu 5. Düzdürmü? A ədədi C'nin 8'də 3 hissəsi. A da bərabərdir. 5'i vuraram 8'də 3'ü. 8'də 15. Bu da bizim A ədədimiz.
A ədədi B ədədinin hansı hissəsi olar? Yəni 8-də 15-i bölərəm, B ədədi neçədir? 12-yə. O da bərabər 15 bölünsün 12 vuraq 8. 3 ixtisar gedər 4, 5. O da bərabər 32-də 5 hissəsi. 17 doğru cavab oldu D variantı. Sual 18. Sual 18. A və B düz xətləri K nöqtəsində kəsişirlər. AKB 50 dərəcə. AKB, bax bura oldu, olsun 50 dərəcə. BKD və SKD bucaqlarının tənbölənləri arasında. Deməli, BKD. Düzdürmü? Bura 130 dərəcə olurdu. Düzdür, 130 dərəcə. 130-dursa yarısını götürəcəyik. Fikirləşməyə ehtiyac yoxdur. 18 doğru cavab olur. C variantı 65. Niyə 65? Tutaq ki 130-dur da. Məsələn, atıram. Bura 30 dərəcə olsun. Bura olsun 100 dərəcə. 30-un yarısı olur 15. 100-ün yarısı olur 50. 50 ilə 15-in cəmi 65. Və yaxud da birbaşa 132-yə bölməklə də yazmaq mümkündür. Sual 19. Hasilin sonuncu rəqəmini tapın. 3-ün üstü 8, 3-ün son rəqəmini götürməliyəm. 3 vuraq, 3 vuraq, 3 vuraq, 3. Hər 4 rəqəmdən bir təkrarlanır çünki. 8 3-ü bölərəm 4-ə bölsəm qalıqda 3 qalır. Qalıqda 3 qalması, bax bu qalıq 1-dir, qalıq 2-dir, qalıq 3. Deməli bunun son rəqəmi oldu 3 vuraq. İndi 908-ə baxım. Son bir dəqiqə. 3 deyil, bir dəqiqə. Deməli 3 vuraq, 3 vuraq, 3 vuraq, 3 deyil. Son rəqəmləri müəyyən etmədik axı. 3 dəfə üçün 9, 9 dəfə üçün 27, 7 dəfə üçün 21. Mənə qalıq 3 lazımsa, yəni son rəqəm oldu 7. 7 vurulsun. 9, 8. 8 vur, 8 vur, 8 vur, 8. Son rəqəmi 8. 8 dəfə 8-in 64. 8 dəfə 4-ün 32. 8 dəfə 2-in 16. Hər 4 vuruqdan bir təkrarlanır. 9, 8-i bölərəm 4-ə. Qalıq 0 qalır. Çünki son 2 rəqəm 4-ə bölünür. Qalıq 0-sa biz son rəqəm götürürük 6. 7 dəfə 6-nın 42. Son rəqəm olur 2. B variantı qəşəng sual idi. 20-ci sual. Mərkəzi O nöqtəsində olan çevirdə AB və AC kəsəndir. AB və AD kəsəndir. Tamam, olsun. AD bərabərdir. AD nəyə bərabərdir? CO'ya. Yəni bura bir R-dirsə, bura bir R-dirsə, bu da bir R olmuş olur. Sonra ACD 12 dərəcə. Bura 12 dərəcə isə söykəndiyi qövs 24 dərəcə olmuş olur bu şəkildə. Daha sonra BCD'ni tapın. Bucaq BCD'ni soruşur. Bax bu bucağı soruşur bizdən. O zaman deməli O ilə D-ni birləşdirək. O ilə D-ni birləşdirsəm R-dirsə, onda bu da bir R-dir. Bərabər yanlı 3 bucaqdır, oturacağı iki bucaqlar bərabərdir. Bu mərkəzi bucaq 24-dür, onda söykəndiyi bucaq da 24 olur və bu bucaq oldu 24. Düzdür? Bizdən BCD-ni soruşur. BCD. Onda bu qövsə bir alfa deyək də. 24 dərəcə bərabərdir. Alfa minus 24 bölək 2. 48, yəni buradan alfa minus 24 bərabər 48, alfa bərabər 72. Tapdım buranın 72. BCD-yə baxım. 72-nin üzərinə 24 gəlsin. Neçə eləyir? Bu da olsun hər hansı bir beta. Yarım çevre olduğuna görə 180 dərəcə. 72 üstə gələk 24 oldu 96. 180-dən 96 çıxsam qalır 84. Bura oldu 84 dərəcə. Düzdür? Onda 84 dərəcəli bucağa söykənmiş, daxil çəkmiş bucaq olur 42 dərəcə. Doğru cavab olur 20 B variantı. Sual 21. Elementləri həqiqi ədədlərdən təşkil olunmuş A çoxluğunun irrasional ədədlər çoxluğuna daxil olmayan 5 elementi, rasional ədədlər çoxluğuna daxil olmayan 3 elementi və natural ədədlər çoxluğuna daxil olmayan 4 elementi varsa, hansı ifadələr həmişə doğrudur? Baxın, hər hansı bir A çoxluğun irrasional ədədlər çoxluğuna daxil olmayan 5-i varsa, irrasional daxil olmayan 5-i varsa, deməli, rasional ədədlər çoxluğuna daxil olmayan 3-ü varsa, deməli, bu irrasional olacaq. Sonra, və natural ədədlərə daxil olmayan 4 elementi varsa, yəni tam ola bilər. Rasional ola bilər. Elementi varsa hansı ifadələr həmişə doğrudur. Deməli bu şəkildə Euler-Venn diaqramı çəkirəm. İrrasional və rasional ədədlər. 3-ü baxın, deyir ki, A çoxluğuna irrasional ədədlər çoxluğuna daxil olmayan 5 element var. 5 burada yazıram. Rasional ədədlər çoxluğuna daxil olmayan, yəni irrasional olan 3, natural da bunun içində gedir. Bu heç natural olmayan. Deyir ki, natural ədədlər çoxluğuna daxil olmayan 4 elementi varsa. 3. 3-ü burada yazılıb. İndi A çoxluğunun 8 elementi var. 3 plus 5 bərabər 8. Doğrudur. A çoxluğunun 9 elementi var. Harda 2 var? Variantdan çıxıram. Çoxluğun elementlərindən 4-ü irrasionaldır. Xeyr, 3-ü irrasionaldır. 6-ları çıxıram. 6-nı çıxdım. Ya A-dır, ya C-dir, ya B-dir. İndi baxıram nəyə? Çoxluğun elementlərin 3-ü natural ədəddir. Xeyr, 3-ü irrasional ədəddir. 3-ləri çıxıram. Hansı qaldı əlimdə? A variantı. 21 doğru cavab oldu. A variantı. Sual 22. Uyğun tərəfləri paralel olan bucaqlardan birinin 40%, digərinin yarısına bərabərdir. Biri, belə deyim də,
0,4 alfa bərabərdir. Digərinin yarısına bərabərdir. Buradan 0,8 alfa bərabərdir. Beta ona vursam 8 alfa bərabər 10 beta. 2'ye bölsəm 4 alfa bərabər 5 beta. Alfa bərabər 5K. Beta bərabər 4K. Cəmləsəm 9K bərabər cəmləri 180'ə bərabər olur. K bərabər 20. Deməli biri 100, biri 80 dərəcədir. Kiçiyin dərəcə ölçüsünü soruşur. 22 doğru cavab oldu. Y variantı. Sual 23. Nə deyilir 23-cü sualda baxaq. A neçə mənfi tam qiymətində ifadəsi tam qiymət olar. Deməli mən bunu yaza bilərəm ki 6A'nı 3A plus 5 2 vurulsun 3A plus 5 plus 8 bölünsün 3A plus 5 bölünsün 3A plus 5 şəklində. 3A plus 5'lər getdi. Əlimdə qaldı 2 plus 8 bölünsün 3A plus 5. Neçə mənfi tam qiymətində ifadəsi tam olar. 3A plus 5 8'in bölənləri olmalıdır. Yəni neçə olar? 1'ə bərabər olar. Olmaz. 1 olar, yəni 2 olar, 4 olar, 8 olar. İndi 1'ə bərabər olsam, həm də bu müsbət mənfi 1'dən söhbət gedir tam olduğuna görə. Deməli, müsbət 1 kimi götürsəm 3A plus 5 bərabər 1 olmaz. Bu getdi. Mənfi 1 kimi götürsəm 3A bərabər mənfi 6, A bərabər mənfi 2. Bu 1. Ödədi. Mənfi 2. Qeyd edilir. Sonra 2'ye bərabər etsəm 3A plus 5 bərabər 2, 3A bərabər mənfi 3, A bərabər mənfi 1. Olar, mənfi 1. Sonra mənfi 2'ye bərabər etsəm 3A bərabər mənfi 7 bölünmür. 4'ə bərabər etsəm 3A plus 5 bərabər 4. 4'dən 5 çıxanda mənfi 1 bölünmür. Mənfi 4'ə bərabər etsəm 3A bərabər mənfi 9, A bərabər mənfi 3. Mənfi 3 yəni ödəyir. Sonra 4'lər də getdi. 8'ə bərabər etsəm 3A plus 5 bərabər 8. 8'dən 5 çıxıram. 3 A bərabər müsbət 1 edir. Olmaz. Çünki mənfi tam qiyməti deyilir. 3A plus 5 bərabər mənfi 8. Mənfi 13 isə bölünmür. Deməli neçə qiymət oldu? 3 qiymət. Doğru cavab oldu 3. Sual 24. Mərkəzi 10 nöqtəsində olan çevrədə YA və YB kəsənlərdir. CD vətərdir. AB bərabərdir AY'yə. AB'nin uzunluğu AY'yə bərabərdir. B'nin uzunluğu 12 olarsa CD vətərin uzunluğunu tapın. Deməli, iki kəsən xəssəsi var burada. AB AY'yə bərabərdirsə, B'nin uzunluğu 12'ye bərabərdir. Deməli, burada necə fikir yürüdürük? Bax, bura bir R olsa, bura bir R olsa, bu O'dan D'ni birləşdirsəm, bu da R'dir. Deməli, bu da oldu R. Niyə? Çünki paralleloqram qarşı tərəflər birbirine bərabər olduğuna görə R. Və trapesiyanın burada bir trapesiya var. Görürsünüz, bu trapesiyanın xaricində o zaman çevrə çəkmək mümkündür ki, bərabər yanlı olsun. DB'nin uzunluğu da oldu. Düzdür. Sonra bizə verib ki, AB'nin uzunluğu AY'yə bərabərdir. Yəni, bu da onda R olur. O zaman bu da məcburiyyətdən R olacaqdır bu şəkildə. CD vətənin uzunluğunu tapın. BY'nin uzunluğu əgər 12 dirsə, yəni radius olacaq onda, diametr 12 dirsə, radius oldu 6. Onda CD də bunun orta xəttidir. Olacaq 12'nin yarısı 6. Doğru cavab oldu 6. Bax belə. Yəni CD xüsusi halda baxın da görürük də radiusa bərabərdir. Bax bu şəkildə 6. 25-ci sual. A və B ardıcıl natural ədədlərdir. Əkobları bunların hasilinə bərabərdir. Əboblar nəyə bərabər? 1'ə bərabərdir. 2 vuraq 210. Üstə gələk 15 vuraq 1. Əboblar 1'ə bərabərdir. Bölünsün A plus B. Deməli hasilləri 210'a bərabər. Biri olsun məsəl üçün K olsun. Biri K plus 1 olsun. Bərabər 210. Neçə ola bilər? Bunu K kvadratı plus K minus 210 bərabər 0. Seçimi sonuna gedə bilərik əslində. Məsəl üçün 15'i vuraram 14'ə. 0, 6, 5, 1. Tamamilə doğru. 15. Deməli K 14'dür. Biri 14'dür, biri 15'dir. A plus B. Cəmlər nəyə bərabər? Bölürəm 29'a bərabər. 420'nin üzərinə 15 gəlsəm 435. Bölərəm 29'a. 435'i 420 üstə gələk 15. 435 düzdür. Bölürəm neçəyə? 29'a. 15 və 14. 43 üstə 29 bir dəfə çıxıram. 4 245'dən hesab ola bilər. Daha doğrusu bu da 1 qalır. 5 dəfə düşür. 15. O da bərabər 15. 15 bizim doğru cavabımız olmuş oldu. Sual nömrə 26. Deməli AB paraleldir DC, o da paraleldir MK'ya. Tamam. D'ye paraleldir CF. CF'im 140 dərəcə. 140 dərəcəsi onda bax bu bucaq olur neçə dərəcə? Mən deyim.
Daxili bir tərəfli bucaqlar olduğuna görə 40 dərəcə. Çarpaz olduğuna görə bu da olur 40 dərəcə. 60-40-sa onda bu bucaq oldu 100 dərəcə. B7-ni soruşur. Doğru cavab oldu 100. Sual 27. Tam hissəsi mənfi 2-dir. Bunu yazaram ki, mənfi 2 plus 0.6. Bəli, tam hissəsi mənfi 2-də A variantı. Kəsr hissəsi 0.6-dır, həm də E variantı. A ilə E getdi. İkinciyə. Mənfi 3.6-ını yazaram. Mənfi 4 plus 0.4. Tam hissəsi mənfi 4. Kəsr hissəsi 0.4-dür. 2-yə C və D. C və D uyğun gəlir. Üçüncüdə yəqin tam hissəsi mənfi 1,4 minus 1 bərabər. Təqribi çıxardıram. Mənfi 2,4. O da bərabər. Mənfi 3 plus 0.6. Tam hissəsi mənfi 3-dür. 3-ə doğru cavab oldu. B variant. 1A-Y, 2C-D, 3B. Sual 28. AB bir-birindən fərqli natural ədədlərdir. Cəmləri 336-ya bərabərdir. Deməli, əbobları 28-ə bərabərsə, deməli, hər birinin ən böyük ortaq böləni 28. Yəni, hər biri 28-ə bölünür. A bərabərdir 28x, B bərabərdir 28y olsun. Deməli, bunları cəmləsəm, 28x plus 28y bərabər 336. 336-nı bölsəm 28-ə 12. Deməli, x plus y bərabər 12. Yadda saxlayın ki, burada x və y qarşılıqlı sadə ədədlərdir. Məsəl üçün, 1 və 11 natural ədədlər deyil də, düzdür. 1 və 11 ola bilər, məsəl üçün. Sonra 2 və 10 ola bilməz, 3 və 9 ola bilməz, 4, 8, 5 və 7 olar. Başqa varmı? Başqa belə. Sonra 11, 1, 7, 5. 4 dənə belə cüt var. Doğru cavab oldu 4. Bax belə. Sual 29. ABCD-yi düz xətləri K nöqtəsinə kəsişirlər. Aha, kəsişdilər. D düz xətti SKY-nin tənböləndir. D düz xətti SKY-nin tənböləndir. Deməli, bura alfa alfa olsun. Bu şəkildə. Sonra nə verir bizə? BKC 30 dərəcə. BKC. Bax, bura olsun 30 dərəcə. Sonra AKB x minus 20. Haradadır? AKB. Bax, bura balaca yer. X minus 20. Sonra DKQ. DKQ. Bax, bu ümumi. Bax, bu boyda olan yer. DKQ. Nəyə bərabərdir? 3x plus 2y plus 40'a olsun. MKP ise 2y plus 40. 2y plus 40. Deməli, bu da oldu neçə? Qarşı bucaqlar olduğuna görə, bax bunlar. Bu alfanı buradan silərəm, yazaram 2y plus 40. Tənbələn olduğuna görə burada 2y plus 40 yazaram. Bunun ümumi uzunluğu neçə idi? Bax, bunun ümumi uzunluğu nə idi? Üzrürsən, dərəcə ölçüsü. 3x plus 2y plus 40'dan çıxaram. 2y plus 40, yəni minus 40. Bunlar getdi, bura qaldı 3x. 3x bu şəkildə. Bir dəqiqə, indi bizdən nə soruşur ki bu burada? X plus y cəmini tapın, tapaq. X plus y cəmini tapın. Burada görüm, hər hansısa bir qarşılıqlı bucaqlar görə bilirəmmi? 30'dursa bura 3x, onda bu da olur 3x, düzdür mü? Bax, bunlar ikisi qarşılıqlıdırlar. Onda nə yazıram? Əlimdə nə var? Deməli, 3x üstə gələk x minus 20. Üstə gələk 30. Üstə gələk 2y plus 40. Üstə gələk 2y plus 40 cəmi 180 dərəcəyə bərabərdir. Deməli, 4x üstə gələk 4y 10, 50, 90. 180'in 90 çıxanda 90. Düzdür. Buradan da x bərabər y soruşur bizdən. X plus y bərabərdir. 90'ı bölərəm 4'ə. 90 bölək 4 bərabər 2'də 45. O da bərabər 22,5. Doğru cavab oldu. 22,5. Mükəmməl sual idi. 30-cu sual. Mərkəzi O nöqtəsində olan çevrədə AB toxunandır. AC kəsəni CD qövsünün uzunluğunun DY qövsünün uzunluğu bərabər olması bir dəqiqə. Hardan necə oxuyum? AC kəsəni BD vətəndə K nöqtəsini kəsişir. CD qövsünün uzunluğu DY qövsünün uzunluğuna bərabərdir. Aha. Deməli, bax, bu qövsün uzunluğu ilə bu qövsün uzunluğu bir-birinə bərabərdir. BAC bucağı, BAC 2 dənə AKD bucağına bərabər. AKD. Aha. Əgər bura hər hansı bir alfadısa, AKD. BAC bunun 2 mislidir. Oldu, bura 2 alfa. Yox, 2 alfa minus 180. Bir dəqiqə, tam düzgün yaza bilmədim.
Aha. Baxın belə yazaq. Aha. Bu nədir? İspat edin. Hə, ispat məsələsidir. Çaxla qədər oxumuram məsələni. Edək. Mərkəzi O nöqtəsinin çevrədə AB toxunandır. AC kəsəni BD və TLK nöqtəsini kəsişir. CD qövsünün uzunluğu DE qövsünün uzunluğu bərabər olarsa, yəni bunlar bir-birinə bərabər, düzdür. Buradan əgər mən AKD qövsü, bax bu qövsü dərəcə ölçü bucağı tapsam, bucaq AKD nəyə bərabərdir? Deməli, BC qövsü ilə YD qövsünün cəminin dərəcə ölçünün yarısına bərabərdir. Sonra BAC-nin tapası olsam, bucaq BAC. BC qövsündən çıxaram BY qövsünü, BY qövsünü bölərəm 2-yə. AKD bucağın tapası olsam, bucaq AKD nəyə bərabər buradan? BAC, buradan AKD-nin yerinə yazıram 2, bax buradan AKD-ni tapsam. BAC plus 180 bölü 2. B bucaq, bax bucaq BAC üstə gələ 180 bölünsün 2-yə bərabərdir, düzdür. BAC-nin yerinə gətirib bunu yaza bilərəmmi? BC minus BY bölü 2-ni yaza bilərəm. Aha. Sonra buradan CD qövsü YD qövsünə bərabər. Bu alfa olsun, CD və D alfa olarsa, BY qövsünə hər hansı bir beta desək, o zaman deməli BC qövsü olacaq 360 dərəcə minus 2 alfa minus beta. Çünki cəm 360 olmalı deyə. Gətirib yerinə yazsam burada. BC-nin yerinə yazaram. BC-nin yerinə yazaram 360 minus 2 alfa minus beta. 360 minus 2 alfa minus beta. YD-nin yerinə plus alfa. Bu da eləyir 360 minus alfa minus beta. 360 minus alfa minus beta. Mənfində mürtəzə xarici çıxdım. Böyle 2. Sonra BC-nin yerinə yazaram ki, buradan 360 minus 2 alfa minus beta minus BY. BY beta deməkdir. Buradan da elə bir 2 alfa 2'ni çıxarsam alfa plus beta olur. Bölünsün 2. Bu şəkildə almış olduq. Bax belə. O zaman hər tərəfi 2'yə bölsəm bərabərdir. Bərabərdir. 180 minus alfa plus beta bölünsün 2. 180 minus alfa plus beta'ya bərabər olmuş oldu. Bu belə. İndi mən həm AKD həm də BAC-ni tapmışam. BAC-nin yerinə bax burada gətirib yerinə yazsam. BAC 180 minus alfa plus beta bərabər 2 vurulsun. AKD-nin yerinə 180 minus alfa plus beta bölünsün 2 minus 180. Buradan 180 minus alfa plus beta bərabər 2'yə vursam 360 minus alfa plus beta minus 180. Bir tərəfə keçirsəm, bax burada alfa minus betalar bir-birini aparır. Alfa minus betalar aparır. 180 360 bərabər 360 oluyor. Bərabərlik ödənilir. Yəni buradan alırıq ki, BAC bucağı həqiqətən 2 vuraq AKD minus 180 dərəcəyə bərabər olduğu ispat olunur. Bu qədər. Diqqətinizə görə sağ olun.